bir neçə gündür faktiki olaraq məsələni müzakirə edirik və kifayət qədər gərgin qarşılanıb Azərbaycan cəmiyyətində də. Təbii ki, o təbliğat maşını öz təbliğatını aparır, Turan dağıldı, Türk Dövlətlər Birliyi ölkələrinin bir neçəsi Türkiyəyə xəyanət etdi, Ankaraya arxadan kürəyinə bıçaq saplandı. Yəni, bir çox şəkildə yorumlanır. Amma Türkiyə siyasəti buna kifayət qədər amiranə yanaşır və bugün artıq Türk Dövlətlər Birliyinin Budapeşt zirvəsinin tarixinin açıqlanması, yenidən Türk liderlərinin bir araya gələrək müzakirələr keçirəcəyi, özdə Avropada keçirəcəyi bir sıra suallar yaradır. Əcəba bu məsələ razılaşdırılmışdımı bir sıra politoloqların iddia etdiyi kimi? Yəni, Ankara bəzən iddia edirlər ki, Suriya və iç məsələlərindən dolayı Türk dünyası ilə bağlı prosesləri bir qədər arxa plana almışdı. Bu məsələlər o fonda üzə çıxdı. Siz necə hesab edirsiniz? Gerçəkdənmi Kıbrıs məsələsi ki, qırmızı cizgidir Türkiyə üçün, biz bunu hər zaman söyləmişik, bunu da hər kəs bilir. İqtisadi münasibətlərin yaranması Türkistan coğrafiyasındakı ölkələrlə Avropa arasında Türkiyənin maraqlarına uyğun olduğu üçün bu da bugün günümüzün bir siyasi addımıdır. Nə fikirləşirsiniz hocam? Aygün xanım, əgər mən də sadə vətəndaş olsaydım, əlbəttə ki, bu həyəcandan ki, bizə digər Türk Cumhuriyyətləri xəyanət etdilər, digər həssas məsələlərdə içimiz gür-gür qaynardı. Təbii ki, vətəndaş olaraq, sadə insan olaraq bu var. Amma indi biz sizinlə bir profesional bir söhbət edirik. Yəni, siz profesional bir jurnalist, eyni zamanda ictimai siyasi məsələlərlə yaxından maraqlanan və içində olan bir şəxsiniz. Eyni zamanda da mən bu beynəlxalq münasibətlər sayəsində ciddi uzmanlarımızdansınız hocam. Elmi dərəcə alınmış bir mütəxəssisəm. Ona görə mütəxəssis olaraq əlbəttə mənim bir məsuliyyətim var. Daha mütəxəssis kimi münasibətləri izah etməyə çalışım. Yəni, duyğulardan olaya qınayın birinci xalqın adından. Təbii, o öz yerində. Buna ilə ki, hər kəs rahatsızlasın, deməsinlər ki, Torul müəllim və ya Torul bəy satdı bizi, xaindir, elə deyil. Amma mütəxəssis kimi bunu anlatın. Yəni, əlbəttə ki, bu cür anlaşmalar vacib anlaşmalardır. Yəni, Türkistan coğrafiyasındakı dövlətlər də Avropa Birliyi ilə bir müqavilə imzalardı. Bəlli maddələri qəbul etmişlər. Bu, Türkiyədə, Azərbaycanda, hətta bildiyim qədər, gördüyüm qədər Qazaq dostlarımız da var. Onlar da məmnun deyirlər. Amma bunun Türk dünyasından yaxından uzaqdan, yəni dağıldığıyla əlaqəsi yoxdur. Birincisi, Türk dünyası reallıqdır. Yəni, biz bunu qəbul etsək də etməsək də o var, olacaq və bunu yox etmək, görürsünüz, 200 ildir çalışırlar, mümkündür. Yəni, bunun üçün mübarizə aparan insanlar da az deyil, elə siz, biz və bir çox dostlarımız əlindən gələn eləyir. Yəni, sadə vətəndaşlar əgər özlərini Türk dünyasının bir parçası olaraq görürlərsə, demək ki, biz artıq müəyyən mənada ciddi bir mərhələni aşmışıq. Bu, ən önəmli məsələ psixologiyada bunu qurmaqdır. Yəni, mədəni olaraq, dil olaraq onsuz da var. Amma bugün Azərbaycanın içində görürsünüz ki, bəzi mübahisələr var. Türk müyük, Azərbaycanlı mıyıq, Rus dili məsələsi var, digər şeylər var, Rus dilində təsirin artması var. Yəni, problemlər var, oğlu var. O qədər asan məsələ deyil. İndi gələk dövlətlər arası münasibətlərə. Əlbəttə, könül istərdi ki, belə bir anlaşma olmasın. Yəni, o ayrı məsələ. Amma bir beynəlxalq əlaqələr mütəxəssis olaraq da onu deyim ki, bu sıradan bir müqavilədir. Yəni, hansı öhdəlik qoyur ölkələrin üzərinə? Lütfən onu da sizdən eşidək bir profesional olaraq hocam. Orada öhdəlik, ciddi bir öhdəlik yoxdur. Orada anlaşma var, müqavilələrdə də öhdəlik yoxdur. Eyni zamanda bunu da xatırladım ki, Birləşmiş Millətlərin üzvü olarkən zaten Birləşmiş Millətlər Kipr'in Türk tərəfini tanımır, Kipr Türk Cumhuriyyətini tanımır. Mən heç zaman şimalı sözündən istifadə eləmirəm. Çünki mənim gözümdə bir dənə Kiprdə dövlət var, o da Türk dövlətidir. Mən də o bir tərəfi görmürəm. O ayrı məsələ. Amma beynəlxalq hüquq elə demir. Beynəlxalq hüquq, yəni Azərbaycan və ya hər hansı bir dövlət, Türkiyənin özü də Birləşmiş Millətlərin üzvüdürsə, Birləşmiş Millətlərdə bu məsələ açıqdır. Yəni o
Kiprin ancaq o biri tərəfini tanıyır dövlət olaraq. Avropa Birliyi də hətta öz hüququna fərqli olaraq, zidd olaraq belə deyək də Yunan tərəfini üzv elədi. Halbuki Avropada da məsələ vardı Avropa Birliyi üzvdə, problemli ölkələr üzv edilməz. Amma bu da Avropa Birliyinin siyasətidir. İndi məsələdə 12 milyard dollar digər məsələlər gündəmə gəlir. Yox, səfirlik açılması gündəmə gəlir. Dünyada Türk Cumhuriyetini, Kipr Türk Cumhuriyetini tanıyan tek ülke Türkiye'dir. Hiçbir ülke tanımır. Hələlik deyək. Hətta bunu da hatırlatmaq istəyirəm. Hatırlayırsınız Kofi Annan planı var idi. Bəli. Kofi Annan planında Kiprdə bir çözüm sürəciydi və federativ quruluş məsələsi var idi. Keçici bəli, süreçlərlə idarə etmək. Türk Kipriotlar federalizmə hə dedilər, Yunan Kipriotlar xeyr dedilər. Yəni bir nevi Yunanlar rədd etdi bu məsələni. Yəni Türkiye özü də aslında Kiprdə çözüm için federalizm modelini reddetmirdi. Yani bir bütün devlet olarak evvelki kimi kabul edilmiş şekilde. İndi süreç ne terdi? Kipr'de bir Türk devleti var ve Kipr'de Türkler var. Yani buna Avrupa birine imza attırsa da attırmasa da bu var. Ve Kipr, Türk Cumhuriyeti bugün Türk Devletler Teşkilatı'nda gözlemci Türkçe'de. Üzüdür. Üzüdür. Yunan Macaristan kimi. İndi gəlin başka bir yöntemden söyle. Elbette ne derim, könül isterdi bu olmasın. Ama Türkiye özü Avrupa Birliği'yle müqavilə tam üzvlük meselesinde değil mi? Oradadır. Avrupa Birliği'nde Yunanistan ve Güney kesim var. Ve Türkiye bununla münasibetleri pozmur. Hatta gümrük birliği var, diğer meseleler var, yardımlar da alır. Bu meseleni koyuram başka kenara. Türk Devlet Teşkilatı'nda, Devletler Teşkilatı'nda bir de başka bir üz var, birisi gözlemci statüsünde. Bu da Macaristan'dır. Macaristan Avrupa Birliği'nin üzvü değil mi? Dolayısıyla Avrupa Birliği'nin aldığı kararları kabul edemir mi? Eləyir. Yani niye Azerbaycan daha hassas davranır, Türk devletleri diğer davran? Burada bunu da hatırladım. Yani biz Türk Devletleri Teşkilatı'nı Turan'la karıştırırız veya Türk Birliği ile karıştırırız. Bu devletler teşkilatıdır. Bu kurumdu, strukturdu. Burada Türkmenistan var mı tam olarak? Yoktur. Yoktu. Yani ikincisi Türkmenistan gözlemci olarak var mı? Yoktu. Ama demek değil ki Türkmenler Türk değil veyahut evvel ahır ona gelmeyecek. Yani bizim duygularımıza bir Başkırt grubunun Umayan hakkındaki türküsü ne kadar rahat herkese galeyana getirdi. Ama o demek değil ki onlar bunu çalarken Türklük uğruna mübarize yapardılar. Yok. Onun içinde Türksoy var bizi birleştiren medeni cihette. Burada Devletler Teşkilatı'dır ve en ziddi olan meselelerden birini de hatırladım. Yani objektif bakmamız nöqteyi nəzərindən. Türkiye NATO üzvüdür, öyle değil mi? Azerbaycan tərəfsizdir. Diğerler ise KTMT üzvüdür. KTMT üzvüdür. Yani rəqib hətta düşman gruplardadır. Ama bu demek değil ki bir araya gelip ortak məxrəc çıxaranmır. Hatta yani, hərbi strateji müttəfiqlik haqqında görün neçə saziş var. Yani Özbekistan, Türkmenistan, Azerbaycan bir üçlü sazişi var. Yani biz ağır yolun başlangıcındayız. Yani bunu hata olarak da görebilirik. Göz yumabilirik, tenkit de eləyebilirik. Tenkit her zaman olmalıdır. Sadece o yani Türkistan'daki, Merkez Asya'daki devletleri değil, hele Türkiye'de tenkit edirik, Azerbaycan'ı da. Çünkü biz mütəxəssis ideal olmasını istiyoruz bir işin. Ama kalkıp da vay bu işin sonu, her şeyin ahırı demek de gülmelidir. Ben necə ki Türkiye'nin başı Suriye'ye karıştı, Türk dünyasını unuttu kim meseleler doğru değil. Yani mesela
bu yaxınlarda elə AK Parti'nin içərisində Kürşad Zorlu diye bir arkadaşımız Türk dünyasından sorumlu bir vəzifəyə geldi. O da ilk işi bu meseleden dolayı Türkiye'deki, Ankara'daki büyükelçileri bir araya getirip istişare yani müzakere etmek meselesi oldu. Yani bu prosesler devam ediyor. İkincisi tenkit güzeldi. Türkiye'de birileri çıkır. Vay Türk Cumhuriyetleri ele eledi, bele eledi. Tamam güzel. Ama bir de bazı Türk Cumhuriyetlerinde reallığı var. Rusya, Çin reallığı. Biraz da Ukrayna meselesinden ders çıkarmaları lazım ki Avrupa Birliği ve Garp ne kadar kömək edebilir. Ama bir de reallık var. Yani Türkiye, Azerbaycan da o coğrafyaya tam mesela Azerbaycan Türkiye'nin birbirine elediği kömək kimi bir kömək eləməsi olduqca çətin məsələdir.